Axşamınız xeyir. Axşamınız xeyir olsun, hörmətli xanımlar və cənablar. Planet Barings Baku studiyasının istehsalı olan Gülüş yığmasının 12-ci buraxılışına baxırsınız. Əziz dostlar, əziz və hörmətli dostlar. Bugün noyabrın 22-si tarixdə çox əlamətdar bir günlə yadda qalıb. Bugün Azərbaycanda, diqqətlə qulaq asın, ədliyyə işçilərinin peşə bayramıdır. Əziz, sözün əsl və dərin mənasında əziz ədliyyə işçilərimiz. Sizi ürəkdən təbrik edirik, sizə uzun ömür, can sağlığı arzulayırıq. Arzu edirik ki, ölkəmizdə cinayətkarlıq tamamilə yox olsun, amma bu sizə işsiz qalmağı arzu etmək kimi bir şeydir. Ona görə də biz başqa cür deyəcəyik. Düz 51 il əvvəl 1963-cü ildə Amerika Birləşmiş Ştatlarının 35-ci prezidenti John Kennedy öldürülmüşdü. Bu cinayət indiyə kimi açılmayıb. Deməli, belə, əziz ədliyyə işçiləri, arzu edirik ki, sizin o qədər boş vaxtınız olsun ki, bu cinayət işi ilə məşğul ola biləsiniz. Bayramınız mübarək olsun. Daha bir maraqlı fakt, hörmətli xanımlar və cənablar, bugün noyabrın 22-si Livanın Fransadan müstəqillik qazandığı günüdür. Maraqlısı odur ki, bu faktda fransızlar Livanlılardan daha çox sevinirlər. Əziz dostlar, hörmətli xanımlar və cənablar, doyunca gülməyi klassik gülüşlərimiz Planet Barings Baku ilə başlayırıq. Beləliklə siz rahatladıcı atmosferi ilə qonaqlarına əvəz olunmaz tətil təcrübələrini ən yüksək şəkildə təklif edən Rixos Quba Azərbaycan Otelinin baş sponsorluğu ilə Gülüş yığmasının 12-ci buraxılışına baxırsınız. Buyurun xanım, hər şey siz istədiyiniz kimi. Əla, təşəkkür edirəm. Buyurun. Bu da sizə. Çox sağ olun xanım. Zəhmət olmasa ora qoyun. Baş üstə, baş üstə. Buyurun xanım. Avaranın bir avara. Yine harda zəhərləmişsən, hə? Sen adam olmayacaksan. Günümüzü qara eləmişsən. Allah! Necədir, yaxşıdır, hə? Allah! Xanım, bağışlayın, tort qaldı. Hə? Çox sağ olun. Deyirəm bu Rixos Otel sağlam həyat tərzi yaşayanlar üçün çox gözəl məkandır. Elədir. Düz deyirsən. Elə golf da sağlamlıq deməkdir. Baxacaqsan mən əsl sağlam həyatın tərəfdarıyam. Qardaş, şəxsən mənim üçün sağlamlıqdan üstün heç zat yoxdur. Sağlamlıq insanın başında bir tajdır, taj. Gözəl sözlərdir. Mən bundan sonra ancaq və ancaq sağlam yaşayacağım və sağlamlığı hər yerdə təbliğ edəcəm. Özü də ki, nə qədər çox golf oynasan, o qədər sağlam olacaqsan. Düz deyirsən, neydik? Əlbəttə, özə sağ bir söz deyim. Yaş artdıqca mütləq gələk sağlamlığında fikir verəsən.
Bəli. Deyirəm, yaxşı ki, gəldik golf meydançasına. Nə deyirsin? Başlayaq? Başlayaq. Başlayaq da. Ay, bax. Başlayaq da. Ay, deyirəm, bunu vuraq. Sağlamlığın şərəfinə. Sağlamlıq çox vacib şeydir. Düz deyirsən. Deyirəm, yaxşı ki, bu Rixos Otel bu golf meydançasını fikirləşib. Adam bura gələn kimi o saat yeyib içmək istəyir. Sağ olun. Sağ olun, qardaşlar. Sağ olun. Bəri bax, bu heyvan Ağzəbədi quzusudur, yoxsa? Yox, deyil, Haqqan. Tez təcili yardıma zəng gələ. Ustam, şimdi zəng eləyərəm. Zəng eləyirəm. 1, 0, 3, yesi basıram. Ay, Təcili yardım eşidir. ay mama, dırnağımı sındırmışam. Təcili yardım eşidir. Tez elə gəlin Rixos otelə, idman salına. Nə olub? Dəyişən bir hadisə baş verib. Dırnağımı sındırmışam. Buna bomba atıldı oğlum. Salam aleyküm. Salam. Rixos Otel'e hoş gelmişsiniz. Çok sağ ol bro. Ama bir daha burada bomba nömrə verin de ne olur ki? Baş üstə. Nömrə deyirsiz, nömrə verə bilərik. Buyurun. Bana nömrədir o. Ay bırakma bir daha Kurtoy nömrə ver de adına layık olsun. Problem yoxdur. Kurtoy nömrə deyirsiz, Kurtoy nömrə də verə bilərik. O da var bizdə. Buyurun. Bu da Kurtoy nömrə. Kıkkı bu efirdir ha bu başka mesele bro. Bunda ögü yoktu. Davam edir əziz tamaşaçılar. Gülüş yığmamızın bu üzvü çox maraqlı bir insandır. Fotokamera əlindən düşmür. Harda maraqlı, gülməli bir şey gördüsə, o saat çəkir ki, sizi sevindirsin. Gülüş yığmasının Photoshop xəbərlərini ağır çəkili gülüş ustası Azər Məmmədzadə təqdim edir. Salam Tahir. Əziz tamaşaçılar, bildiyiniz kimi gözəl qıza gül hədiyyə edirlər. Gözəl insana isə gülüş hədiyyə eləmə olar. Bugün biz öz gülməli xəbərlərimizi sizə hədiyyə edirik. Photoshop xəbərləri. Efirimizi şad xəbərlə başlayırıq. Quraşdırılan müasir ötürücü stansiyaların köməyi ilə bugündən Space kanalı Afrikada da yayımlanacaq. Müğənni Elton Johnu İngiltərənin müdafiə naziri təyin edəndən sonra o orduda bəzi dəyişikliklər eləyib. Bugün Salyan rayonunda yerləşən inzibati binaların biri əsaslı təmir işlərindən sonra yenidən fəaliyyətə başladı. Elm xəbərləri. Bugün Azərbaycan Milli Aerokosmik Agentliyinin yeni binasının açılışı oldu. Bu yaxınlarda arxeoloqlarımız Qobustan qoruğu ərazisində qazıntılar zamanı ibtidai insana məxsus ilk avtomobil aşkarlamışdılar. Necə deyərlər, bizdən yaxşı şey öyrənməzlər. Afrikanın Nil çayında dayanacaq qaydalarını pozan timsahları xüsusi evakuatorlar Ştrafnoya aparır. Masallı rayonunda sensasiya. Rayon sakini Mikael kişi dünyaya uşaq gətirib. Həkimlərin dediyinə görə ananın vəziyyəti stabildir.
Sağ olun gələn görüşlərə dək. Azər Məmmədzadə xüsusi olaraq gülüş yığması üçün. Əziz dostlar, indi isə gəlin birlikdə dərindən nəfəs alaq. 1, 2, 1, 2, yaxşı, əla. Nəfəs hərəkətlərini etdikdən sonra bir neçə dəqiqə ürəkdən gülə bilərik. Çünki arenaya Fərda Amin çıxıb. Xoş gəldin Fərda. Xoş gəlin olsun əzizim. Nə var, nə yox, necəsən? Şükür Allah, hər şey yaxşıdır. Əhval-ruhiyyə əsas aparıcıdan çox şey asıldı. Nə danışırsan? Siz aparıcı olaraq əhval-ruhiyyədəsinizsə, avtomatik o pozitiv hamımıza keçir. Bunu inanırsan mənə heç bir gülüşçümüz deməyib. Ancaq sən dedin, çox sağ ol, təşəkkürümü buyur bildirirəm, əzizim, buyur. çox diqqətlisən. Təşəkkür edirəm. Monoloqumuz nədəndir, kimlərdən? Monoloqumuz elə bir mövzudur ki, yəni bu hərəkəti hamımız bəlkə bizdə eləyirik, hal-hazırda düzdür, biz indi gülüş prizmasından baxacağıq. Amma eləyirik, amma həqiqətən məntiqə söykənmir. Heç bir məntiqə. Yəni mən onun adını qoymuşam, başa düşmədiyim şeylər. Niyə eləyirik ki? Belə bir mövzu olacaq. Düşünürəm ki, siz, əziz tamaşaçılar, başa düşülməyən şeyləri başa düşəcəksiniz. Çünki bunu sizə başa salacaq Fərda Amin. Təşəkkürlər. Minnətdarım. Şəxsən mənim başa düşmədiyim şeylər nədir? Başladıq. Bir dəfə rayonlardan birinə gedirik. İnan, elə bir şey oldu ki, bəlkə də onu hər birimiz eləmişik, sadəcə fərqinə varmamışıq, amma fakt gözümün qabağında oldu. Deməli, şəhərdən çıxırıq artıq, ziyarətgahın böyründən keçirik. Gördüm ki, şöbə bir nəsə dua elədi və dedi ki, inşallah gedək, sağ-salamat gələk, pulumuzu qoyarıq. Yəni, gedək gələk, sonra verim də pulu, bildin mi? Yəni, dəqiq olsun. Amma pulumu verəmə söhbət yoxdur. Həmin vaxtda kiminlə müqavilə bağladı? Bu niyə, nəyə arxandır? Çıxat verirsən, çıxat pulu ver, yeri get də. Maqnitofon. Yəni, qəbirstanlığın böyründən keçəndə maqnitofon səsini mütləq almaq lazımdır. O qəbulumdur, əladır, gözəldir. Amma elə adamlar var ki, yəni, xüsusən o 07-ləri orada görəndə, xodunu alınmasını görəndə, doğrudan da gülməli gəlir insana. Yəni, gecə saat 3-də cəmaatın dirisinə hörmət qoymursan, indi ölülərə hörmət eləyən çıxdın, təzyiqlə insanlar yatıb evdə. Nə siqnallar, nə musiqilər, ancaq, yəni, özündən başqa hamı qulaq asır. Özü də içəridə ancaq gürültü. Və, belə bir, yəni, bunu həqiqətən başa düşmürəm. Qəbirsanlıq, yəni, əlimi xeyriyyə uzadım, yəni, barmaq uzadan ki, belə, ay, neylədin? Ay, dad! İşdə, qoy ayağın altına. İşdə, qoy ayağın altına. Yəni, nə oldu? Oradan kimsə güdürdü mü səni? Kimsə gördü mü səni? Oradan 2 nəfər baxır da belə. Uzanıb, o bura uzadı, bəli, müəllim. İşlədi barmağın. Xeyr, müəllim, yaz adını qeyd elə. Adını qeyd elə. Nə qorxudur, buna xofdur. Allah, elə bir həyatım var zibətə ki, ay, mən neylədim? Bir də bu hüzürlərlə bağlı bir şey deməzəm, şükür Allah artıq şəhərimizdə onları da tikirlər yavaş-yavaş. Amma həqiqətən vəsiyyət çox önəmlidir, mənə belə gəlir. Çünki əgər dar bir dalanda insan dünyasını dəyişirsə, ən azından bir çölə çıxıb axırıncı dəfədə olsa apxod eləməlidir ki, yəni mənim palatkam harada qurulacaq, necə olacaq, necə gələcəklər, necə rəhmət oxuyacaqlar mənə, yəni ən azından vəsiyyət elə ki, açıqlıqda verin mənim hüzurumu da, yəni cəmaat ora gəlsin. Çəbilin o dar dalanda qurulub, bir nəfər də həyatının 15 minini götürməyə gedir banka. Gəlir, ara küçələrlə. Bankda bağlanır, tıp çatdı. Qardaş, hüzurdur. Yəni o adamın sənə oxuduğu rəhmət nə ola bilər maksimum? Allah sənə rəhmət eləsin. Dallandasına bəyə görmüşsən ki, rəhmətə gedən var. İnanın, həqiqətən o, hara gedəcəksənsə hüzürə çox vacib məqamlarda olar. Mən bir dəfə kəndlərin birinə getdik, hüzürə xeyirliyə gedək. İnandırımsa, fevral kiçik ilə. Yəni, əyaqla getdi. Bir şey ki, hündür maşınlarımız batdı. İnandırım, o qədər soyuqdur. Həmən günü ruh özü gəlməmişdi. Elə bir soyuq var.
Oturmuşuq palatka. Oradan bu buradan. Suyun içində oturmuşuq. Rəsmən su buzun içində. Allah rəhmət eləsin. Abi öldü getdi bizi öldürməyin də. Bizi bırakın çıxaq gedək də. Ona görə nə qədər səliqəli olsa, məncə o qədər rəhmət oxunur. Və sonra başa düşmədiyim məqamlar, danışığımızda var. Dilimizdə çox məqamlar var. Çox üzr istəyirəm, danışanda ağzımdan çıxdı. Başqa haranla planlaşdırırdın ki? Ağzımdan çıxır ki. Bizim uşaq öz başı ilə girdi. Kimin başı ilə girməliydi ki? Çox maraqlı sözlərimiz var. Sonra, vecivə dalım, bilən varmı vec haradır? Hər yerin adı var. Buyurun. Vec haradır ki? Bir də dəfələrlə siz də şahid olmuşsunuz. Belə şeylər də olur hətta. Yox, bura yox. Qabaqdakı pirəladır, ora qoyaraq nəzir. Ora qoyub tutmayıb, Çox maraqlı yanaşırıq, amma yenə də fikrimi sonda yekunlaşdıraraq bildirmək istəyirəm ki, doğrudan da hərəkətlərimiz nə qədər gülüş doğursa da onu kənardan görməyimiz çox vacibdir. Özümüzə kənardan baxmağa bacarsaq, hər şey çox qaydasında olacaq. Təşəkkürlər Fərda Amin xüsusi olaraq gülüş yığması üçün. Rahatladıcı atmosferi ilə qonaqlarına əvəz olunmaz tətil təcrübələrini ən yüksək şəkildə təklif edən Rixos Quba Azərbaycan Otelinin baş sponsorluğu ilə gülüş yığması davam edir. Əziz dostlar, oturacaqlarınızın üstünə belə bir salfet qoyublar. Diqqətlə baxın. Yəqin bilirsiniz də niyə? Aha, düzdür. Göz yaşlarınızı silmək üçün. Çünki hal-hazırda arenaya gülüş yığmasının növbəti üzvü çıxır. Qarşılayın sərbəst gülüşçümüz Cabir İmanov. Əziz dostlar, belə bir ifadə var. Deyirlər ki, işdən iş çıxartma. Amma siz bu ifadənin nə badə məhkəmə işlərinə deyəsiniz. Çünki onlar onsuz da işdən iş çıxardacaqlar. Axşamınız xeyir olsun, hörmətli tamaşaçılar. Bugün mən sizə bizim həyatımızın çox önəmli atributlarından olan kitab haqqında söhbət açacağım. Çox əfsuslar olsun ki, son zamanlar biz bu kitablara nadir hallarda müraciət eləyirik və ona görə mən kitabın başqa faydalı xüsusiyyətləri haqqında sizə bugün məsləhətlər vermək istəyirəm. Birinci növbədə pulları siz gələk saxlayasınız kitabın içində. Bu, bankda pulları saxlamaqdan daha faydalıdır və təhlükəsizdir. Əgər siz pulları arvadınızdan gizlətmək istəyirsinizsə, onda da kitabın içində saxlayın. Əgər sizin arvadınız pulları kitabın içindən tapmasa, bu artıq gözəl bir haldır. Yox, əgər arvad pulları kitabın içindən tapsa, onda mən sizi təbrik eləyirəm. Sizin arvadınız ağıllıdır və kitablara artıq maraq göstərməyə başlayır. Bir sözlə deyim ki, kitab çox faydalı bir şeydir. Bilirsiniz, bilikdən başqa, buradan çox başqa bir şeylər də çıxartmaq olar. Məsəl üçün, səhifə. Səhifə bizə nə üçün lazımdır? Hop, belə eləyib, tum çırtlamaq üçün gözəl bir kulok. Keçdik başqa bir məsləhətə. Kitab çox gözəl rabitə vasitəsidir. Ən əsası da pulsuz rabitə vasitəsi. Tutaq ki, siz evdə oturmuşsunuz, axşam vaxtı televizora baxırsınız, yaxşı da bir futbol gedir, arvad da biraz aralı oturub, qulağında da qulaqçıqlarla özünə məxsus tərzdə rəqs edib, hansısa bir mahnıya qulaq asır. Sizin də ürəyiniz çay istəyir bu zaman. Təbii ki, siz arvadı çağırmaq üçün gələ qışqırasınız, boğazınız cırasınız, axı o qulaqçıq taxıb qulağına.
Bu halda kitap en güzel rabite vasitesidir. Arvad! Gel oradan bana bir çay getir. Arvad inanın ki derhal 2 dakikadan sonra sizin isteğinizi yerine getirip çay getirecek. Ki kaldı arvadın o özüne narahat olmayın. Örgeşecekti. Ve gelen defa siz onun üstüne kitabı atanda arvad özü başa düşecek ki erim çay istiyormuş. Kitap çok güzel bir gıda məhsuludur. Bəli, siz acanda ne inirsiniz? Götürürsünüz kitabı, açırsınız belə. İçine biraz et, yani qiymə döşəyərək belə bağlayırsınız. Bu olur artık kitap yok. Ne? Kutab. Düzdür, biraz bərkdir çeynəmək olmur. Amma biz bilirik ki, kişi daşdan yumuşaq her şeyi yeməyə bacarmalıdır. Daha bir məsləhət. Siz məşuqənizlə restorana gedəndə mütləq özünüzlə kitab götürün. Çünkü siz restoranda məşuqənizlə oturarkən ora hər hansı bir sizin tanışınız gələndə siz gələk kitabla öz üzünüzü bağlayasınız. Vəssalam. Amma buna baxmayaraq sizi tanısalar belə və sizin arvadınıza desələr ki, biz sənin ərini hansısa bir qadınla kitap oxuyan zaman restoranda görmüşük ərinizi. Onsuz da arvad onlara inanmayacaq. Çünkü arvadınız bilir ki, siz kitap okumursunuz. Daha bir məsləhət. Kitap insanın sifətini dəyişdirə bilir. Bakın, tutalım ki biz lətifələr haqqında gözəl bir kitap oxuyuruq. Bu halda bizim sifətimiz belə olur. Və yaxud da qüssəli bir poema, qəmgin, ağladıcı poemadan sonra bizim sifətimiz belə olur. Məsləhətim odur ki, hər hansı bir məmurun yanına rüşvət verməyə gedəndə siz bir fantastika oxuyun. Çünki fantastikadan sonra sizin sifətiniz belə olacaq. Və siz ona sual verəndə ki, rüşvətin miqdarı nə qədərdir? O sizə rüşvətin miqdarını deyəndə həmin sifətdə ona deyin, nə qədər? Və təbii ki, rüşvətxor məmur bu reaksiyanı görüb, rüşvətin miqdarını aşağıya salacaqdır. Ən yaxşısı isə həmin məmurun yanına gedəndə rüşvəti ona verməzdən əvvəl onun stolunun üstünə bax, bu kitabı qoyun. Cinayət məcəlləsini. Onda həmən o təəccüblü sifət artıq sizdə yox, onda olacaq. Bəlkə onda sizin məsələniz də pulsuz həll olunacaq. Əziz dostlar, mənə belə gəlir ki, mən kitablar haqqında və onların faydası haqqında sizə zəngin məlumat verdim. Və mənim bu söhbətimdən sonra ümid edirəm ki, siz nəinki çayxanaya, hamamxanaya, qəlyanxanaya gedəcəksiniz. Bəlkə də ara bir kitabxanaya da gedərsiniz. Cabir İmanov idi sizinlə, xüsusilə gülüş yığması üçün. Rahatladıcı atmosferiyle qonaqlarına əvəz olunmaz tətil təcrübələrini ən yüksək şəkildə təklif edən Rixsiz Quba Azərbaycan Otelinin baş sponsorluğu ilə gülüş yığması davam edir. Əziz dostlar, hamınıza bir sualım var. Sizcə əsil Azərbaycanlı gülüşçü necə olmalıdır? Variantları eşitmək istəyirəm, buyurun. Qeyri-adi. Bir dakika. Qeyri-adi, milli sonra? Hazır cavab olar. Sonra? Dərin mənalı. Dərin mənalı. Görün necə də gözəl variantlar verildi. Bütün bu keyfiyyətləri daha doğrusu gülüş yığmamızın bu üzvündə tapa biləcəksiniz. Qarşılayın söz pəhlivanı, əsil Azərbaycanlı Səməndər Zayev. Hoş gəlmisən
Çox sağ ol Xoş Səlməm. gəlmisən. Xoş gəlmişəm. Necəsən? Bugün şərfi başqa cür bağlamısan ha. Yox, Bu indi belə moddur. Necə deyirlər? güya dəbdir belə. Aha, aydındır. Danış görək, bugünkü monoloqun nədən, kimlərdən olacaq? Bugünkü monoloqumda Səlməm elə özümüz haqqında danışacağam. Ümumilikdə bütün Azərbaycanlılar haqqında danışacağım. Yəni bizim xasiyyətlərimizdən, bizim bəzi hərəkətlərimizdən, bizim danışmaqlarımızdan. Ümumilikdə biz Azərbaycanlılar haqqında. Maraqlı mövzudur, elədirmi? Əziz tamaşaçılar, əziz dostlar. Elə isə gəlin Səməndər Zayevi diqqətlə eşidək. Bugün mən biz Azərbaycanlılardan danışmaq istəyirəm. Bizə fərqi yoxdur. Moment axtarıq, el biz söyüş söyək. Təsəvvür edirsiniz, qışdır, qar yağıb da, indi niyə belə alınıb, yollar buzdur. Adam görmüşəm ki, ayağı söyüşüb, göydə olan moment yerə dəyməmiş, uca 3 dəfə söyüb yıxılıb yerə. Və yaxud da evdə, öz diqqətsizliyidir ya, gəzir, ayağı mebelə dəyir. Başlanır, mebelin şurup yığanını, mebeli kraskalayanını, mebelin ideyasını verənini, hamını düzüb, o elə başlayır söyməyə. Məncə bu söyüşdən ehtiyac yoxdur, mebeldir da, bunun nə günahı var? Mebel sən hoppanıb göydə bir dənə tak, vurmayıb ki belə. Telefon əlindən düşüb, başlayır söyüş söyməyə. Futbola baxır, başlayır söyüş söyməyə. Komandası qol vura bilmir, söyür. Vura bilir, yenə də söyür. Və adam tanıyıram ki, futbola baxa-baxa danışır. Əməlli başlı münasibətdədir futbolçular. Qışqırır. Ronaldo, burada, eşitmirsən? Ronaldo, Elə bilir, Ronaldo meydanda qaçan moment bir dəqiqə belə gələcək, belə baxacaq. Hə, nə? Yaxşı bir dəqiqə. Uşaqlar, bir dənə topu verin mənə. Nadir xahiş elədi, bir dənə qol vurun da mən söhbəti bağlayaq, xahiş elədim. Cəmaat xaricdə, yəni necədir də, bir-birləri ilə işləyirlər, münasibətdə xaricdən qonaq gələndə hamı deyir ki, gəlin, gələk biz sizə göstərək necə bizim şəhərimiz gözəldir, bizim mədəniyyətimiz haqqında sizə danışaq. Mənim ən zəhləm getdiyim adamlar bilirsiniz kimdir? Azərbaycana və yaxud da Azərbaycanda kənarda bizimkilərlə xaricilər görüşəndə, bizimkilər niyə görərsə başlayırlar söyüş söyməyə öyrətmək olar. Söyüş və kameraya çəkirlər. Ki, bunlar gülməli oğlanlardır da, söyüş çəkirlər kameraya. Mənim fikrimcə, kameraya o xariciləri yox, hələ o söyüşü öyrədib çəkənləri çəkmək lazımdır, sonra ortalığa çıxartmaq lazımdır. Biz Azərbaycanlılar həmişə rüşvətxorluqla mübarizə aparırıq. Əslində Azərbaycanda rüşvətxorluq yoxdur. Yoxdur. Bizdə şəkər xəstəliyi moddur, dəbdədir. Çünki hamı bir-birinə ya şirinliyi verir, ya da şirinlik alır. Bizim millətin ən xoşladığı şey nəyisə şişirdməkdir. Ölürük də biz şişirdmək üçün də söhbətləri. Təsəvvür edirsiniz, bir nəfər dostunla görüşür, deyir, nə o, nastroyenin pisdir, bir maşını bir bağda cızmışam. Nə bilim, eşq gedim evə yatım. Bu birisi neynir? Gəlir o birisilərlə görüşür. Necəsən, havanın sağlamasız var, bəs şey anır, o evə getdi, nə oldu? Maşını əziy-əziy eləyib o. Bu birisinin informasiyasına baxın, o birisi ötürür o birisinə. Xəbərin oldu da, Nadirin o maşını partladı da, karoç, yoxdur maşın. O birisi o birisinə zəng edir, ya, bəs xəbərin var? Nadir Semaşkodadır, gedək bəlkə deyək ona. Şirməyin mənası nədir yəni ki, indiki zamanədə? Ən çox sevdiyi kəlmələrdən biri bizim millətin budur. Azərbaycanlıların xoşladığı sözdür. Əsas can sağlığıdır. Təsəvvür avariya olub, aeroport yolunda. 150 minlik maşın darmadağın olub da. Bir nəfər 100 düşməlidir oradan, yaxınlaşıb deməlidir ki, nə olub? Ola nə oldu da görsən. Əsas can sağlığıdır. Nə can sağlığı? 150 minlik maşın getdi. Qardaş ancaq karlıq kreditini verib ona indiyə kimi.
əsas can sağlığıdır. Bizim millətin ən xoşladığı şey himcimlə danışmaqdır. Ancaq bizim millət bunu bacarır. Bax, özüm fikir vermişəm buna. Bizim millət bir məclisdə, bir 20 nəfər olan məclisdə 2 nəfər bir-birini himcimlə başa düşə bilər. Özü necə danışırlar ya, bu belə, bax. O birisini verir. Nə? Heç kim bilməz, ancaq 2 nəfər birbirini başa düşdü. Bakı şəhərində belə insanlar var. Cüt-cüt danışırlar. Mən, yəni ki, məktəbdə də oxumuşam, tərbiyə də almışam evdə valideynlərimdən. Cüt-cüt danışmağı heç yerdə mənə öyrətməmişlər. Bunu mən sonradan şəhərdə görmüşəm. Belə danışanlar var. Bax, yazmışam, öz gözümlə görmüşəm doğrudan da. Dünən uşaqlarla getdik Baramara. Baramara. Orada qızlarımızlar. Biraz çayma içdik. Sonra meyvə gəldi. Banan. Apilsin. Mandarin. Mandarin də oca qutardı da, idea yapsa, yoxdur dayı. Xahiş eyləm. Buradan üzümü tuturam bütün gənc nəsilə. Hansı var ki, bu cüt-cüt danışmağı xoşlayırlar. Gəlin, öz, doğma, ana dilimizi, Azərbaycan dilini korlamayaq. Sizin qarşınızda çıxış elədi. Əsl Azərbaycanlı Səməndər Rızayev. Xüsusi olaraq gülüş yığması üçün. Yığmamızın bu üzvünün video fəndlərini çoxları təkrar etmək istəyir. Amma onlarda heç nə alınmayacaq. Çünki bu video fəndləri gülüş yığmasının təkrar olunmaz şərhçisi şərh edir. Arenaya Ələkbər Əliyev dəvət olunur. Xoş gəlmisən Ələkbər Əliyev. Hoş gördük. Nə var, nə yox? Necəsən? Şükür Allah, salamatçılıqdır. Söhbətimiz... Mən necə ola bilərəm, Tahir? Mən gecəm, gündüzüm gülməklə keçir. Mən əlayam. Mən bütün günü bu gözəl videolara baxıram. Və sizə baxmağı məsləhət görürəm, hörmətli tamaşaçılar. İndi isə daha ətraflı. Daha ətraflı. Bugünkü videolarımız neyin haqqında olacaq? Atalar sözü yenə də olacaq. Sonra maşın sürən insanlar üçün çox gözəl məsləhətimiz var. İnsanlar yoxsa heyvanlar? Yox. Bu dəfə insanlar. Amma heyvanlarla əlaqədardır. İdman haqqında gözəl sujetlərimiz var. Yəni rekordlardır, məsləhətlərdir, hər şey və ən son xüsusən sənin üçün Tahir gözəl bir sujetimiz var. Yenə boks haqqındadır. Bax və gül Tahir. Ələkbər Əliyev və onun video fəndləri əziz tamaşaçılar. Adətən uşağı üzmək üçün hovuza aparanda valideynləri bu rezin papağı uşağın başına taxana qədər əməlli başda əziyyət çəkirlər. Həm valideynlər də, həm uşaqlar da. Amma narahat olmayın, artıq bu problem həll olunub. Diqqət ekrana. Смотри прямо. Прямо смотри. Bu yaxınlarda ağır qaldırma üzrə çempionatda yeni bir rekord qeyd olundu. İdmançı ştanqanı başının üzərində saxlamaqla kifayətlənməyib, hətta onu evinə qədər aparmışdı. Diqqət ekrana. Ağıl yaşda deyil, başdadır. Bu ifadəni hamımız bilirik. Amma çoxları bilmir ki, bu ifadə təkcə insanlara yox, hətta itlərə də aiddir. İnanmırsınız? Baxın. Wait. Okay.
Hörmətli maşın sürənlər, avtomobilinizlə Türkiyəyə gedəndə diqqətli olun. Çünki orada sizin maşınınızı maşın yox, araba vura bilər. Özü də sözün əsl mənasında araba. Boksda rəqibinə qalib gəlmək üçün onu nakauta göndərməlisən. Və bir çox boksçular bunu edir. Amma dünyada bir boksçu var ki, o təkcə rəqibini yox, özünü də nakauta göndərə bilir. İnanmırsınız? Gəlin bir yerdə baxaq. On his stool. Videoda gördüklərinizi evdə xahiş edirəm təkrar etməyin. Ələkbər Əliyev xüsusən gülüş yıxması üçün. Əziz dostlar, yəqin bilirsiniz ki, uğurun formulası bir neçə amillərdən asılıdır. Belə amillərdən biri, hətta mən deyərdim, ən əsas amillərdən biri sponsorlardır. Arenaya gülüş yığmasının baş sponsoru, rahatladıcı atmosferi ilə qonaqlarına əvəz olunmaz tətil təcrübələrini ən yüksək şəkildə təklif edən Rixos Quba Azərbaycan Otelinin nümayəndəsi dəvət olunur. Xoş gördük sizi, Tarih. Çox sağ olun, Tarih müəllim. Necədir işləriniz? Şükür Allah, siz necədir? Bizim də işlərimiz yüksək səviyyədədir, gördüyünüz kimi. Başqa cür ola da bilməz. Çünki bizim sponsorumuz Rixos Quba Azərbaycan Otelidir, əziz dostlar. Eşidək, Rixos Quba Azərbaycan Otelinin haqqında növbəti məlumatı. Bəli, qeyd etdiyimiz kimi Rixos Quba Azərbaycan Oteli Azərbaycanın çox gözəl, mənzərəli meşəsi ilə və tarixi mədəni abidələri ilə məşhur olan Quba şəhərində yerləşir. Qeyd etdiyim kimi, Rixos Quba Azərbaycan tam Qudyal çayının sahilində inşa olunmuşdur. Otelimiz 186 otaqdan, 26 villadan, 1 gecə klubu, 8 bar, 3 restoran və 1 patisiyə kafedən və Rixos Club'dan təşkil olunmuşdur. Rixos Quba Azərbaycan Otelinin ərazisində golf meydancası da fəaliyyət göstərir. Bununla yanaşı, qeyd etdiyim kimi 3 restoran, şalet, lakaket və mozaik restoranları. Ondan sonra Rixos Club, spa, bizim oteldə qonaqlayan qonaqlar üçün meşələrə, yəni bizim ərazimizdə olan meşələrə və Qubanın başqa tarixi mədəni obyektlərinə turlar təşkil olunacaq. Maşallah, bu abidələrdən Quba rayonu boldur. Çox. Bəli, sizə də məsləhət görürəm, əziz tamaşaçılar, tariximizi mütləq bilməliyik. Bəli, və Respublikamızda son illərdə idmana göstərilən qayğının tərənnümü olaraq, biz də Rixos Quba Azərbaycan olaraq otelimizdə müxtəlif oyun zalları, idman zalları yaratdıq. Mini futbol, ondan sonra voleybol, yoga və bu tip başqa idman növlərinin biz orada tərənnüm edəcəyik. Yoga məni çox maraqlandırdı. Hardan gəlib mütəxəssislər? Rixos Quba Azərbaycan olaraq biz bunu xüsusi diqqət vermişik müəllimlərinə və bunun üçün də biz onu xaricdən həmin müəllimləri dəvət etmişik və bizim otelimizdə hal-hazırda fəaliyyət göstərirlər. Necə deyərlər, yoga görmək istəyən Rixos Quba Azərbaycan Otelinə gəlsin. Və sonda biz tamaşaçılara bir şey demək istəyirəm. Əsrarəngiz təbiətin və yüksək xidmətin ünvanı olan Rixos Quba Azərbaycan sizin yolunuzu gözləyir. Alqışlarınız, əziz dostlar. Gülüş yığmasının tarixini vərəqlədikcə çox maraqlı və gülməli parodiyalara rast gəlirik. Belə parodiyalarının bir neçəsini bugün sizə
təqdim edilmək istəyirik. Əziz tamaşaçılar, Gülüş yığmasının musiqili hit paradı gəlir. Səni mən gözlədim dəlicəsinə, saçını mən qırxım ölümcəsinə, kantovka eləyim erkəkcəsinə, səni mən Berberim, sana başımı verdim. Berberim, bu ne işti sen ettin. Berberim, sana 10 manat verdim. Berberim, berberim. Ah berberim. Bəylərin saçlarını mən kestim, bəylərin modunu bir coşqa etdim, bəylərin imicini dəyişdim, bəylərim, bəylərim, ah bəylərim. Seni mən Bədəyim. Gülüş yığmasının buraxılışları başlayanda Şamaxı rəsədxanasının işçiləri öz teleskoplarını göyə yox, yaxınlıqdakı evdəkilərə yerləşən televizorlara yönəldirlər. Onları başa düşmək olar. Əsl ulduzlara baxmaq istəyirlər. Əziz dostlar, rahatladıcı atmosferi ilə qonaqlarına əvəz olunmaz tətil təcrübələrini ən yüksək şəkildə təklif edən Rixos Quba Azərbaycan Otelinin baş sponsorluğu ilə Gülüş yığması davam edir. Salam aleyküm. Aleykümselam. Rixos Otelə xoş gəlmisiniz. Çox sağ olun. Deyin görüm, otaqlardan hansını məsləhət eləyə bilərsiniz? Sizin kimi alicənab, gülərüz insana biz ancaq ən yaxşısını təqdim edə bilərik. Bizim Vergilər Nazirliyinin bütün əməkdaşları belə alicənab və gülərüzdür. Siz Vergilər Nazirliyində işləyirsiniz? Bəli. Onda icazə verin, mən sizə bizim Rixos Otelinin ən gözəl villasını təqdim edim. Buyurun. Siz buyurun. Çox sağ olun. Başa düşmədim. Bu nə biabırçılıqdır belə? Bəs bu pərdənin, balışın, yorğanın, diş fırçasının, sabunun yarısı hardadır bəs? Biabırçılıq niyə? Əsl vergilər üçün bir villadır. Necə ki siz
cəmaatın qazancının yarısını götürürsünüz. Biz də sizdən əşyaların yarısını götürdük. Necə deyərlər, rəşad olduq. Xoş istirahətlər. Hə, indi nə oldu? Danışacaqsan hər şeyi? Hə, danışacağam. Xahiş edirəm, bir də mənə bu karuselə oturtturmayın. Film ya ne yaxşı bu karusel məsələsini fikirləşdin ha? İndi hər şey boynundan alacaq. Malades sənə. Malades, Rixus Atelə. Belə yaxşı atraksiyon fikirləşib. Dış qabağıma! Boş yerler, boş yerler. Ay Rixus Atel'in turistleri. Gelin buyurun keçin. Boş yer kalmadı. Gelin boş yerler kalmadı. Telaşmayın. Yavaş yavaş yedirik, şey terpeyirik. Ay yaxşı, əla. Biraz da çıkın, biraz mehriban olun. Əla. Gedirik şey. Şaşkağı çıkardım. Nəqliyyat departamentini işməsin. Allah, getdik. Salam can qardaş. Ay aleykümselam can kardeş. Deyirəm, halal olsun bu Rixus Atelə. Ne güzel basketbol meydançası fikirləşib burada. Can qardaş. Basketbol yox. Basketbol. Bax xarici sözdür, xarici. Necə? Bax, basket burada zəmbil deməkdir. Boldakı top deməkdir. Basketbol. Aha, aydındır. Onda belə çıxır ki, biz bu topu zəmbilə atmalıyıq can kardeş. Tamamilə doğrudur can qardaş. Başlayaq. Ver birinci mən atayım, sonra sən atarsan. Buyur. Can qardaş indi sənin üçün atsın, sən də bax. Hop. Oh! Girdi. Gördün necə atırlar topu? Halal olsun sənə can kardeş. Yoxsa bu televizorda görmüşəm. O hündür, qara oğlanlardır belə, qara kişilərdir. Bu topu o deşiyə salmaq istəyir. Necə bir sabat insanlardır can kardeş. Şortuq qeylər alam. Aa, ayıp Ayıp olsun. da olsun. Ayıp olsun. İndi mən. Salam. Milli yığmamızın futbolçularını Rixus Atel'in restoranında salamlayırıq. Buyurun menyu. Çox sağ ol. Deməli belə qardaşım. Mənə bu İtalyan qreçkasından bir də alma şirəsi. Bir də qazlı su. Əla seçimdir. Bu saat gətirirəm. Allah, qardaşım, zəhmət olmasa mənə biraz sok süzərdinizdə. Mənə də su. Əlbəttə, milli yığmamızın futbolçularına qulluq etmək bizim borcumuzdur. Ay qardaş. Ay qardaş, nə edirsiniz? Batırdınız axı hər yeri. Narahat olmayın. Siz nə edirsiniz? Üstümü yaş elədiniz ki, bu nə məsələdir? Bu da sizin greçkanız. Ama nə edin sən? Bu nə biabırçılıqdır? Utanmırsan ha? Yemeği çəkə bilmədin nimçəyə, soku süzə bilmirsən stakana. Siz necə əfsansız? Ləzzət eləmir. Bəs siz boş qapıya qol vura bilməyəndə utanmırsınız? İndi siz başa düşürsünüz ki, siz futbol oynayanda biz nələr çəkirik? Hə? Suyu süzün. Və nəhayət, arenamız gülüş yığmasının sonuncu üzvünə verilir. Səhərdən arenamıza fikir verirəm, biraz balacadır. Və gələcəkdə planımız var ki, bu arenanı biraz genişləndirək. Çünki onun zarafatları və ulduzlu qonağımızın statusu bu arenaya sığışmır. Qarşılayın, Elməddin Cəfərov, söz güləşdirən.
söz güləşdirən yəni, Elməddin Təqdimat Cəfərov. xoşuma gəldi. Xoşuma gəldi. Hə, Yavaş-yavaş öyrənirik. Yavaş. Vaxtında birinci verişdən olmalıydı. Başlanmışdan. Hardasa yaxşıdır. Biraz əsəbiyəm. Bu gün bir qonaq var, bunu ikinci dəfə dəvət edirəm. Bu yeganə adam ki, bulduzların üstündə əməlli başlı məndən söz güləşdirir, qardaş. Verişdən sonra da. Aha, başqa söz desək bugün revanşdır. Bəli, revanşdır. Yəni o keçən dəfə mənə bizim danışıq dillə cavab verdi, biraz söz güləşdirdi. Mən dedim ona görə bu gün ondan onun dilində danışacağam. Aha. Hə. Meyxananın mən olmuşam ustadı, Qara Çuxurlunun prosta çıxıb adı. Mənəm elə xalqın şair evladı, meyxana ocarı mənəm yoxsa sən, sözün xiridarı mənəm yoxsa sən. Qonağımız Vüqar Meyxana, özür istəyirəm. Namiq Qaraçuxurlu. Namiq, xoş gəlmişsən bir daha. Çox sağ olun. Rəvayətlə başladın. Açıq deyim, o rəvayəti məndə biraz yumoristik halında mən də hazırlamışdım. Sonra Könül Kərimova ilə duet, sonra Aygün Kazımova ilə duet, sonra Nağara qrupundan bir duet. Natiq Ritim qrupu ilə. Və belə inkişaf elətdirdin, sonra seriala çəkildin. Sonra bütün bu sənətin bütün yollarından getdin, bütün yollarına düşdün. Yeni bir nə gözləyək sizdən? Yeni inşallah Tahir müəllim görək bizə yeni layihələrində qoşulsa, bizi dəvət eləsə, yeni layihələrində iştirak edərik. Bir iki kəlmə söhbət edib, mən istəyirəm sizdən bir deyil. Orada kimdir? Xahiş edin. Salamünaleyküm. Salamünaleyküm. Mən çox sağ ol. Sən şeylə, ged bizim yanımızdakı o restorana. Başdan da gəldim. 2 dənə mahnıdan sonra... 3 mü yoxsa 7 mi? 3 mü? İkinci mahnıdan sonra güya paltarı dəyişməyə çıxır. Salamünaleyküm. Salam, buyur. Gəl çıx da Namiq, hardasan? Necə sizin var, nə yox? Namiq, sən Namiq iksən yoxsa Namiq birsən? Yox, bir mənəm. Bir sənsən. Bir. Səsim var. Biraz gecikirdim. Nə biraz gecikirdim? Mən veriliş qutarır, Allah köməyin olsun. Çox gecikdim. Qardaş üçün çağlı iş oxuyur. Əsəbləşmə Elmət. Şey yoxdur da, əsas. Mən də qardaş Ürəyi boşalda bilmirəm. patap suallar verirəm, baxıram cavab, iğnəli cavab saat qaytarmır, rahat gedir verir. Yox, sağ olsun, o gələndən. Hoş gəlmişsən, Namiq. Necəsən, nə var? Çox sağ ol, sən necəsən? Tamaşaçıların yadına salaq ki, artıq Namiq ikinci dəfədir bizim qonağımızdır. Üzümə xoşbaxtınız, onu Bir daha bütün yaradıcı heyət adından sənə təşəkkürümü bildirirəm. Siz çox sağ olun, siz çox sağ olun. Bu gözəl verilişə dəvət elədiyinizə görə doğrudan da xoşdur bu verilişdə. Nə qədər ola belə ağlamalı verilişdir. Sənə deyim, mən keçən verişin video yazısını izlədim. Sən üzr istəyirəm, bilirsən ki, həmin o verilişlər reytinqdə indi birinci yerdədir. Təbii. Bütün negativ, çox maraqlı bir şey. faciəli, qalmaqallı verilişlər. Özdə məsəl üçün olur da, qonaq-məqrəbədə qonaq oluruq da. Məsələn, kimisə ad günüdür da evdə, belə süfrə açılıb, hamı yeyir içir, yüksək səsdə də o ağlaşma gedir orada. Həm bu tərəfdən şənlənirlər, o tərəfdən də ağlaşırlar. Orada ağlaşırlar. Biri çox maraqlı bir faktdır. Ad günün mübarək olsun. Qoy. Səsim verir orada. Oynayır, ispat oynayır insanlar. Adam əziyyət çəkir. Keçən verilişin video yazısına baxın. Sağlığına bizim bu verilişimizdə maşallah reytingi normaldır. Mən çox üzr istəyirəm, bir dənə sual verim, bəlkə Namiq bilər bu cavabı. Bax, öncə qeyd elədim ki, reytingdə birinci yerdə bu qalmaqallı, faciəli, nə bilim, bir sözlə negativ verilişlərdir. Bir də bu siyahıya Hind filmlərini əlavə etmək olar. Doğrudan. Səncə, bu Hind filmlərini və bu negativ verilişləri nə birləşdirir? Biz birləşdirik. Mən suala cavab tapa bilmədim. Göz yaşları. Göz yaşları birləşdirir. Göz yaşları bir də çəkilir. Bir də ki, qalmaqalların çoxsu süni olur, yalançı olur da. Hind filmlərində də bilirsiniz, o davalar falan çox yalançı olur. Bəlkə
Orada bir orta Yalan, var. yalanla bir de göz yaşları. Yalan, göz yaşları var. Qəm, Gözəl. kədər filan. Alqışlara layiq bir cavab. Yalansız gözlər. Biz Cabirlə şərik etdik bu cavab. Serial adı yadımdan çıxdı, üzr istəyirəm. Mən də üzr istəyirəm, toy gecəsi. Toy gecəsi. Əziz tamaşaçılar, üzr istəyirik. Yaxşı, bilən üzr istəyirəm. Necə oldu, hardan hara? Hamısını danışın. Yox, qısa danış. 36 səcədir. Nə hardan hara? Necə, mən sən serial... danış, Mən bir mexanasyon, sonra ekstra kəsərik. ses deyiləm. Bu sualı verir, özüm tapmalıyım ki, bu nə sual verir. Hardan hara? İndi mən özüm tapmalıyım, bu nə demək istəyir? Seriala hardan hara? Seriala hardan hara? Yox, birinci verişdə Hardan hara olacaq seriala? Sən seriala hardan hara? Bu nə sual sanmadınız? Meyxanaya hardan hara? Başladı? Sonra bu verilişə hardan hara? Balaca uşaqlar kimi də olacaq. Yaxşı, bir dənə deyim. Dəvət elədilər, rejissor dəvət elədi, ssenari mənə cəlb elədi və bir çox zaman keçdi, fikirləşdim və hə dedim, çəkildim. Mən seriala Oradan baxdım. hə. Çox xoşuma gəldi, çox yaxşı tərəfləri var. Həqiqətən sənin obrazına baxdım, çox gözəl, ağır, samballı, hər Əsas söz vedənə. Yox, tam ciddi, tam ciddi. Olar bir dəfə də sizi tərifləyək. Bundan nə cür? Orada səhnələr var ki, sən girəndə, içəri otağa daxil olanda orada insanlar ayağa durur. Belə, yəni o baş qəhrəmansa səhv eləmirəmsə, ağır, samballı bir adam, belə ciddi bir. Bu obraz oynamaq sənə çətinlik yaratmır. Sən İlhamə xanımdan titul istəmsən. Ha. İstəmsən. Olub belə şey. Yox, məsələ burasındadır ki, mağazin proqramları ümumiyyətlə bəzən elə veriliş edirlər ki, məsələn, mən bir də gördüm, Xumar Qədimova ilə duet oxuyuram. Məndən soruşurlar, məsələn, Xumar xanımla görüşürük, çəkirlər və soruşurlar ki, siz duet oxusaz necə olar? Amma niyə də olmasın, yaxşı olar, pis olmaz. Ondan da soruşurlar və efirə belə verirlər, onların dəstək xəttidir. Eyni zamanda da İlhamə xanım haqqında mənə sual verdilər ki, bəs İlhamə xanım sizcə, yəni mən durduğum yerdə bunu deməmişəm də, sizcə titul versə sənə nə titul verər, nə biləm, belə suallar verdi və mən də fikirlərimi söylədim. Əslində, peşman da deyiləm, çox fəxarət hissi keçirdim bir dəqiqə sən peşman eləyirsən. Çox sağ olsun İlhamə xanım, çox belə mənim üçün şərəf oldu ki, onun dərhal mənim haqqımda söz deməsi. Bilməm, sən o sözü bilirsən yoxsa yox. Nə titulu verdin? Filosof. Bilirsən o sözü? Filosof. Sən də götürdün. Yəni bunun filozada aidiyyatı yoxdur ya. Filosof. Sən də götürdün titulu. Götürdüm ha. Ay. Sənə pis təsir elədi. Yox. Elməttin özü filoloqdur, ona görə. İlhamə Quliyevadan titul istəmsən. Bir çox müğənnilərdən duet istəmsən. Duet istəmsən, duet oxumaq istəmsən. Xanım İsmail qızından mahnı istəmsən. Ədalət Şükrovdan saat istəmsən. Bəyək Tahirdən 2 manat pul istədin. Məndən dönər istədin. Qardaş, razısın ki, istəyirsən. İstəkli adamam, istəkli adamam. Hə, nəyə gətirim? Sən Biraz nəticəni eşitmə görə, soruş, əslində bunlar tam verdi 2 əkslidir. manatı yoxsa yox, nəticəni soruş. Nə? 2 manatı vermədi. İlhamə xanım o boyda sözü verdi mənə, filosof. Doğrudan, amma qismətdə problem var. İlhamə xanımla titul istədi, titul vermədi. Da filosof elə belə söz gəlsiz dedim. Brilliant xanımla duet istəmsən? Mən elə şey istəməmişəm. Bundan keçsin istəməmişəm, buraya partiyaya. İnternetdə yazılır. Bəli, sən saytları oxumursan. Veriliş Bax, mən deyim, Google-a girirsiniz. Namiq Qaraçuxurlu yazırsınız. Ola bilməz, mən olan veriliş. Namiq Qaraçuxurlu yazırsınız, axtarış verirsiniz. Kompüterinizə virus saat düşəndən sonra bir də axtarış verirsiniz. Müalicə alırsınız. Axtarış verirsiniz. Ondan sonra bütün nə məlumatlar çıxır zaten orada. Yəni mən siz nə düşünürsünüz? İşimi gücümü Sən nə oxuyursan inanırsan da ona. Bəlkə Google deyil, Şor Google'dur. Hə, Şor Google'dur, bizə yaxşı çatan. Hə, əl açıq müğənni kimi, tanınmış insan kimi səni təqdim edirlər. Niyə görə? Güya xeyriyyətçiliyin var nəsə. Yalan söhbət. Elə daş. İndi fırladır bu məndən nəsə istəyəcək, mən bilirəm. 2 manatdan artıq verəm. 2 manat. O da 2 buna görə. Pərdəl aldım yəni. Deməli, sualın nədir? Suyu sonra içərsən. Qoy yerə. Sualımı verdim, cavabımı aldım. Hardasınız siz? Mən pul almaq istəyirdim. Mən başa düşmədim, qardaş. Aldın pulu bu. Yox, demək, Tahirdən almışam, hara qaytarıram. Cavab alıb, pul alıb. Cavabımı aldım, mən bundan pul ala bilirəm. Sən bir 10 il bundan qabaq necə görmüşəm, eləsən ha. Heç dəyişdirməmsən. Elə tas da o qalır, 2 manat.
İçimana. Çin mənə. Ha buyur. Azərlə salamlaşdın bu gün. Azərlə mən bu gün elə Artıq ehtiyac yoxdur salamlaşmağa. Bayaqdan hamı Artıq neçə verilişdi ki, susur, danışmır. Bəlkə küsüb səndən? Məndən yox, müğənnilərimizdən küsüb. Məndən çünki münasibətimiz normaldır. Nə badə. Mən Azər- nəzarət eləyirəm ki, müğənnilər sizdən inciməsin. Əslində salınğa Azər sizin tərəfinizdədir. Hansısa bir sərhəddən keçsək. Yox, mən indi sualları verməliyəm. başa O bir səndə alınmır, mənim Mənə suallarım. gələ Azər susur ki, onun yoxluğunu Bir dənə hadisə danışım. Mənim bu formatda bir verilişim var idi. Bütün müğənniləri bax, iynəli sual verdim. Mənə ilk dəfə orada məni susturan adam bu olub. Mən buna fəxr edirəm. Həqiqətən Nə demişdi? Yadımıza salıyın. təsəvvürünə yatır, Acun xanımla qonaqdılar. Biz də İndi elə duzsuz danışacaq, deyirsən ki, burada nə var? hə, Acun xanımla qonaqdılar. Biz də əslində ona kimi biraz bunu iynələmişik. İki nəfər aparacağıq. Allah rəhmət. Danışılası deyil. Biz burada sual verdik ki, Acun xanımı çox qısqanırsan da, bəs sən filan, daşa da, divara da, loma da, lapatkaya da, hər şeyə qısqanırsan. Səbəb nədir? Bu da səbəbini demirəm. Amma həqiqətən də biz də Acun bölümdə tutmuşuq, bu ayaq üstədir. Qardaş ki, həqiqətən mən Acun xanımı loma da, lapatkaya da qısqanıram. Hə, Namik. Əslində biz sənin canlı meyxana istəyirik. Qabağına Namik müəllim zat deyərdi mənə. Hə, Namik. Görürsən necə vaxt dəyişir. Qabaq siz deyərdi. Ha, siz Namik müəllim, siz nə bilim mənə. Hə, Namik. Buna bax, ha. Sizə arxayın. Bu da mənim tərəf müqabillərim. Sənə gücü çatmır, mənim üstümə düşüblər. Mən buradayım ha, biləsən. 20-ci əsrin Onlar çempionları. reallığı söyləyirlər. Onlar özləri bir Söyləyin də, müğənnidir, iynəliyin də, verin də. Veriliş reyting qazanıb, sən artıq başlamısan Yox, mən artıq verilişdə boş olmuşam. olmuşam. Zaten bu sonuncu, bu sezonun sonuncu efrit deyən rahatam, içim rahatdır. Hə, alacağımı almışam, təşləmişəm. Mənə nə O var? gün olsun çölün də rahat olsun. Hə, çox sağ ol. Bu yaxınlarda eşitdim Sən də onun maşını. sifətində rahat. Maşının kreditini ödəyib qutarmısan. Hə, yata bilərsən, rahat yata bilərsən. Mən maşının krediti almamışdım. Yox, qadanam, özün dilinlə dedin. Yox, yox. Dostlarım biraz borc vermişlər, onu qaytardım. Kreditə mən heç vaxt götürməmişəm. Hə. Təbrik edirəm, yəni ən azından sağ ələm bir çox müğənnilərimizin şou əhlinin. Sən nəyəsə mənim müsahibəmə qulaq asanda Bütün hər şey, sənin haqqında hər şey qulaq asmışam. Hətta onu da öyrənmişəm. Burnumla qulaq asma da, qulağımla qulaq as. Acun xanımla nədir? Kön Kərimova ilə toya gedəndə misal üçün Acun xanım tək toya 10 minə gedirmiş, səndən 10.100 manata gedirmiş. Sən kəvəyinə baxmısan. Hamısından maraqlanmışam. Sən kəvəyinə baxmısan, oradan götürmüş. Afarizm, bizim verilişimizin sonluğunu, bunu bilirsən. artıq. Aldın ayaqqabı, lak ayaqqabı, həmişə deyirdin, arzulayırdın. Yox, almamışam, kirayəyə götürmüşəm. Və Tahir Limanov bir afarizm dinləyək. Dinləyək. Mən Tahir Manif yox ha. Bilirəm ha. O birisi Tahir Bilir Manif. zaten. Hələ tapa bilməmişik. Günün aforizmi belədir, əziz dostlar. İndiki zamanədə nigahlar az ömürlü olur. Toydan az müddət sonra boşanırlar. Kimisi 6 ay, kimisi 3 ay, kimisi 2 həftə. Belə getsə, şadlıq saraylarında saat 6-da toy başlayacaq, saat 12-də isə aşın yerinə boşanma prosesi qeyd olunacaq.
Bravo. Bravo. Çox sağ ol gəldiniz. Çox təşəkkür edirəm. Çox sağ olun, var olun. Çox sağ olun. Əziz dostlar, hörmətli tamaşaçılar, unutmayın, hər şənbə axşamı siz rahatladıcı atmosferi ilə qonaqlarına əvəz olunmaz tətil təcrübələrini ən yüksək şəkildə təklif edən Rixos Quba Azərbaycan Otelinin baş sponsorluğu ilə gülüş yığmasına baxırsınız. Bu ölkədə bu yığmanın rəqibi yoxdur. Meşələri, dağları, buz kimi bulaqları tanıdı bütün dünya. Rixos gəldi Qubaya. Burada gözəldir hər an, 5 ulduzlu bu məkan. Sizi gözləyir Rixos Quba Azərbaycan.